Ölkədə ilk demokratik cümhuriyyət olan Azərbaycan Respublikası 1918-ci ildə öz müstəqilliyini elan etdi. Fətəli xan Xoyski, Əmrə xan Bəltövcübaşov, Məhəmməd Əmin Rəsulzadənin liderliyindən və bu cümhuriyyət 2 il yaşamasına baxmayaraq dövlət sistemi quruldu və bu sistem təbii ki 70 ildən sonra Sovet hökumətindən də Azərbaycan yenidən müstəqilliyə qovuşması ilə nəticələndi. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə mühüm addımlar attı. Dövlət atributları yaradıldı. Ana dili dövlət dili elan olundu. Parlament formalaşdırıldı. Ən əsası isə qadınlara seçmək və seçilmək hüququ verildi. Bu isə bir çox Avropa ölkələrindən daha əvvəl həyata keçirilən demokratik addım idi. O dövrdə çətin siyasi və hərbi şəraitə baxmayaraq, Cümhuriyyət liderləri Azərbaycanın müstəqilliyini qorumaq üçün böyük mübarizə apardılar. Məhz onların qoyduğu təməl sonradan müasir müstəqil Azərbaycanın formalaşmasına zəmin yaratdı. 1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini bərpa etdi. Bugün isə ölkə güclü iqtisadiyyatı, beynəlxalq nüfuzu və strateji mövqeyi ilə regionun əsas dövlətlərindən biri kimi çıxış edir. Paytaxt Bakıdan tutmuş regionlara qədər həyata keçirilən geniş miqyaslı layihələr Azərbaycanın inkişaf yolunun davam etdirir.